Nətər deputat olmuşsan, mən səni tanımıram, sən bir dəfə özünü söydürməmsən. Qırğızıstanın keçmiş Əmək və Sosial İnkişaf Naziri Uluqbəy Qoçqorov Amerikada kuryer işləyir. Bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb. Paylaşımlarda bildirilir ki, o hazırda Amerikada Amazon şirkətində kuryer fəaliyyəti ilə məşğuldur. Uluqbəy Qoçqorov 2018-ci ildə Qırğızıstanın Əmək və Sosial İnkişaf Naziri təyin olunub. Daha əvvəl isə parlamentdə deputat kimi fəaliyyət göstərib, 2020-ci ildə vəzifəsindən azad edilib. Məlumata görə keçmiş nazir son illərdə ailəsi ilə birlikdə Amerikanın Chicago şəhərində yaşayır, lakin onun hazırki işi ilə bağlı rəsmi açıqlama verilməyib. Baxın, bu nə yaşayışdır, bu nə gündür sən yaşayırsan, adın nədir Uluqbəy? Ada bax, addakı əzəmətə bax, vəzifədəki əzəmətə bax, kuryer işləməyə bax. Sən əgər nazir işləmirsənsə, laf heç 2 il demirəm, 6 ay, sənin vəzifədən gedəndən sonra altından bir 10 dənə ev, 10 maşın, nə bilim, Qırğızstanın hansısa rayonlarında torpaq sahələri çıxmadısa, sən hansı günün nazirsən? Hələ deputat da olmuşsan. İndi gəlib kuryer işləyirsən. Yəni, sən özünə günahlıya bilməmişsən. Sən bu cəmaata nətər günahlamısan? Nətər ağlaya bilərdin? Səninlə yaxşı olub ki, sən 2 il üçün işləmişsən. Ada bax, Uluqbəy. Uluqbəy familiya körüyü, işləri, Qoçqorov. Rejissorumuz da gülür. Sən kuryer işləyəcəkdinsə, kuryer işləməyə bir dənə green card bəs edirdi. O boyda postları, vəzifələri, kresoları niyə belə vaxtında məşğul eləmişsən, zanit eləmişsən? Özünə günahlaya bilməyən adamdan nazir olar. Sənin uşaqlarının həvəsi yarım milyonluq maşın sürmürsə, sən nə bilim burada uşaqların o yarım milyonluq maşınla cəmaatın üstündən keçmirsə, sən hansı günün nazirsən? Sən 6 ay JEK müdürü işləyib, bütün nəslinə günahlamadınsa, sən ən avam adamsın. Qoçqorov, familiyaya bax, familiyadan kasıbçılıq yadır, amma addakı əzəmətə bax, Uluqbəy. Amerika gəlir buradan asan xidmət öyrənir, Çin gəlir bizdən asan xidmət öyrənir. Gəl öyrən, öyrənəcəyin çox şeylər var. Həqiqətən də, yəni, elə mövzular var ki, biz orada dünyaya dərs keçə bilərik. Sən bir dəfə özünü söydürməmişsən, sən hansı günün deputatsın? Yaxşı, deyək ki, deputatlığı bildik. Nazir olmuşsansa da səni niyə tutmayıblar işdən çıxandan sonra? Niyə altından o boyda belə külçə qızıllar çıxmayıb? Demək ki, düz işləməmsən, yaxşı işləməmsən. İndi ona görə bu günlər gedirsən, Amazon şirkətində kuryer işləyirsən. Elə bu da azdır. İndi çoxları ciddiyə alacaq bu dediklərini, başlayacaqlar şərh yazmağa ki, burada nə bilim, jurnalist falan, bilən də bizdə belə adamlar da var. Onların işi ancaq platformalarda redaktorluq eləməkdir.